Yaradanın ən böyük möcüzəsi insan. İnsanların dünyaya gəlişinin vasitəçisi isə qadınlardır. Qadınlar dünyadakı bütün əzab-əziyyətlərə, stressə, ağrıya, acıya, pis günə göz yumub yaşamağa hazırdılar. Amma güvən və sevgi hiss etmədikləri halda qadınlar heç bir qəlbə bir saniyə belə sevgisini verməzlər. Elə ona görə də bütün qadınlara sevgi dolu gözəl bir ömür gün arzusuyla proqramımıza başlayırıq. Əziz xanımlar, yenə də sizin üçün gəldik. Qadına görə deyib baxdıqca baxılan ATV kanalında bizə ayrılmış bir saatla qarşınızdayıq. Aparıcınız mən Vüsalə Əlizadə, yenə də qarşınıza əli dolu gəlmişəm. Beləliklə, qadına görə başladıq. Sizinlə yaxın keçmişə səyahət etmək istəyirəm. 15-20 il öncəni xatırlayırsınızsa, hər evdə yorğan döşəkdən yığılmış böyük bir yük var idi. Zəmanə dəyişdi və insanlar modernləşdi, artıq evlərimizin də düzəni qaydası dəyişdi. İndi demək olar ki, o yükdən hansısa bir evdə tapsan, tarixi hadisəyə çevrilər. Amma uşaq vaxtı belə bir məsələ eşitmişdim ki, evdə həmin o yük aşarsa, o evə çoxlu qonaq qara gələr. Mən də uşaq vaxtından evimizə qonaq gəlməsini hədsiz dərəcədə çox istəyirdim. Qonaqlar gəlsin, biş-düş olsun, yemək, içmək, demək, gülmək bu mənim üçün böyük xoşbəxtlik idi. Elə ona görə də bir gündən bir gedib o yükü bilərəkdən aşırırdım. Fikirləşirdim ki, elə onda da evə qonaq gələcək. Amma bəzi insanlar var ki, evinə qonaq gələndə həqiqətən də sıxılır, gərginlik keçirir. Nə edəcəm, nə bişirəcəm, necə qonaqların qulluğunda duracam deyib özünə böyük dərd eləyir. Amma Azərbaycan xalqı çox qonaqpərvər xalqdır və qonağımızı da hər bölgəyə uyğun fərqli-fərqli adət-ənənə ilə qarşılayırıq. Bəzən isə qonaq qarşılama mədəniyyətində cüzi də olsa problemlərimiz olur və bu problemləri aradan götürmək üçün bizim etika bölümümüzdə qonaq qarşılama mədəniyyətindən danışacağıq. 5 qızıl qaydamız ekranlarınıza gəlir. Prens! Prens! Deyir aldı telli sazın görək nə dedi. Dedi. Moşum alaya. Biz tərəflər bınsız olmur. Deyirlər qonaq baş tacıdır. Hələ qədim zamanlardan ailənin mədəni səviyyəsinin göstəricisi olan qonaq qarşılama həm də insanların bir-birini yaxşı tanımasına, çətinlikləri bölüşərək yoluna qoymasına, qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaradır. Bəs qonaq qəbul edərkən hansı məqamlara diqqət edək ki, hər zaman üzümüz ağ olsun? Əgər belə düşünürsünüzsə, diqqətli olun. Çünki qonaq qarşılama mədəniyyəti ilə bağlı 5 qızıl qaydamız gəlir. Qayda 1. Qonaqları qəbul edən şəxs hər kəsi eyni cür salamlayıb qarşılamalıdır. Qonaqların arasında salamlama fərqi eləmək olmaz. Qayda 2. Əgər biz qonaqlığı öz evimizdə ediriksə, xüsusən öz evimizdə qəbul ediriksə, ev sahibəsi mütləq öz geyiminə fikir verməlidir. Ən azı qonaqlar qədər şıq və gözəl geyimdə qonaqları qarşılamalıdır. Qətiyyən ev paltarında qonaq önünə çıxmaq olmaz. Qayda 3. Qonaqlıqda masa düzülüşündə insanları yerləşdirdikdə, əgər bu uzun və bir masadırsa, kişi qadın yerləşdirməklə çox yüksək əhval-ruhiyyəni masa arxasında təmin edə bilərsiniz. Qayda 4. Əgər ev sahibliyi siz edirsinizsə, qonaqların içərisində vegetarian olub-olmadığını mütləq araşdırın. Hər hansı bir qonağın yeməkdən kənar qalmasını istəməzsiniz. Qayda 5. Ev sahibəsi ilə ev sahibi bir-biri ilə üzbə-üzə əyləşə bilərlər və yaxud da bəyin sol tərəfindən xanım əyləşə bilər. Qonaqlı evdən ruzi-bərəkət əski olmaz deyirlər. Odur ki, qonaqlarınızı hər zaman layiqincə qarşılayıb yola salın. Bəstəkarım hazırdır, bax o qızlar hazırdır. Ay, Moşu qardaşın hesabına mağıl biz də tarixə düşərik. Lap yaxşı, hə, tabi belə. Lağa mı qoyursan, yetim? Lağa niyə qoyuram, Allah eləməsin. Səni biri-biricirsən, Nədir, yazmaz yəni. Niyə yazdın? Allah'ına girəcəm yazacaq.
Tamaşaçı məmnunluğu bizim üçün hər şeydən önəmli və vacibdir. Verilişimizi izləyib sosial şəbəkələrdə fikrini, rəyini bildirən, gözəl, xoş arzularını yazan, hətta məsləhət verən xanımlarımız. Bu dəfə mən sizə təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm ki, dəyərli qızıl vaxtınızı ayırıb bu 1 saat ərzində bizi izləyirsiniz, həm də çox diqqətlə izləyirsiniz. Çünki bunu hər mövzumuza yazdığınız rəydən, fikirdən bilirəm. Əziz xanımlar, sizin bizdən istədikləriniz də var təbii ki, hansısa mövzuları işləyib hazırlamaq, nələrisə məsləhət vermək. Bax, bunların hər birini diqqətimizdə saxlayırıq. Bu dəfə çoxluq təşkil edən mövzulardan birini təqdim edəcəyik. Xanımlarımız hicab bağlanma qaydalarını öyrənmək istədilər. Elə biz də onların sözünü yerə salmadan növbəti rubrikamızı məhz hicab bağlama qaydalarına görə hazırladıq. Free to be myself, free to need some time. Hicab bağlamaq xüsusi bacarıq tələb edir. Həm də gərək rəng ahəngi haqqında ətraflı məlumatın olsun. Bununla yanaşı ikinci vacib şərt üz quruluşuna və vizaja uyğun hicab bağlamağın sirrini bilməkdir. Bugün hicablı xanımlarımız üçün bu kiçik sirrin açıqlamasını vermək istəyirik. Bu işdə isə bizə Xəyalə xanım yardımçı olacaq. Xanımımız hicablı olduğuna görə onun artıq bu hissəsi hazırdır. Ona görə mən sizə burada qabaqcadan necə təqdim olunacaq onu göstərirəm. Əvvəlcə saçımızı rahat yığırıq, sonra bu aksesuarı saça bərkidirik. Bu aksesuar hər bir hicab mağazasında var. Əsasən hicabımızın gözəl görüntüsü üçün bu hicabımızın təməlidir. Sonra isə belə bonə ilə belə bir görüntü yaranır. Bunun alt hissəsini əvvəlcədən səliqəli düzəldirik. Bu kətan materialında hər hansı bir şarflardan ya şallardan istifadə etmək olar. Üz quruluşu uzunsov olan xanımlarımız üçün əsasən bonə hissəsi biraz görünməlidir. İynələrlə bərkidirik və şarfımızı əlimizlə sığallayıb səliqəli şəkil veririk ki, altdan çox bilinməsin. Biz indi ikinci rəngdən istifadə edəcəyik. Artıq biz ikinci rəngə keçirik. İkinci şarfımız bizim parçamız masli parçadır. Bundan ona görə istifadə edirik ki, burada iynələri rahat yerləşdirmək olur. Başdan sürüşmür, çox rahat işləmək olur. Başın nə çox ön hissəsindən, nə arxa hissəsindən, ortadan yerləşdirməyə başlayırıq. Bunun üçün bu qatlardan da istifadə edirik, daha da gözəl görüntü əldə etmək üçün. Şarfımızın bir hissəsini ön hissədən, boyun qabağından gətirib bu biri boyun tərəfə birləşdiririk. Bu aksesuarımızı mənə elə gəlir ki, belə yerləşdirsəm, hicabımızı daha da tamamlamış oluruq. Artıq xanımımız hazırdır, ziyafətə gedə bilər. İndi isə hicablı xanımımız özü sizə gündəlik üçün hicab bağlamağın bir nümunəsini göstərəcək. Gördüyünüz kimi bu adi şarfdır. Qabaq hissəsini bir azca qatlayırıq və tam orta hissədən balaca iynə ilə bərkidirik. Sol tərəfdə qısa hissəsi, sağ tərəfdə şarfın daha böyük hissəsi qalır. Hicabın yerdə qalan hissəsini sol tərəfə fırlamağa başlayırıq. Üst hissəsindən qatlar da verə bilərsiniz.
hicabın belə səliqəli, hamar dayanması üçün alt hissədə boyunluğun aşağısından topbuz istifadə eləmişəm və gördüyünüz kimi gündəlik sadə hicab yığımı hazırdır. Əgər adımız qadındırsa, biz hər zaman məkanından, zamanından, geyimindən asılı olmayaraq fərqlənməyi və gözəl görünməyi sevirik. Qadına görənin daimi rubrikalarından biri pəhriz rubrikasıdır. Bu rubrikamızda həkim-diyetoloq Ləman Süleymanovadan məsləhət alırıq. Ləman xanımın ən böyük arzusu Azərbaycanda piylənmənin qarşısını almaqdır. Çox gözəl arzudur. Amma biz insanlardan da çox şey asılıdır. Təbii ki, həkimin arzu və istəklərini həyata keçirmək üçün biz də deyilənlərə vaxtında vədəsində əməl etməliyik. Az yaşlılarda olan hədsiz dərəcədə piylənmə problemi isə elə biz valideynlərdən asılıdır. Əziz valideynlər, xüsusilə də analar, nənələr, babalar, balaca uşaqlarınıza, yəni az yaşlılara yemək yemir deyə məcburi yemək yedirmək qaydasını artıq öz planınızdan çıxarın. Çünki bu çox ziyanlı bir vərdişdir. Məcburi şəkildə azyaşlı uşaqları yedirib kökəlsin, kilo alsın, totuş-motuş olsun deyə kökəldirik. Yeniyetmə yaşına çatanda isə onlar bundan hədsiz dərəcədə əziyyət çəkirlər. Bunun səbəbkarı elə biz özümüz oluruq. Elə ona görə də indidən sos siqnalına başlayaq. Piylənmə artıq qlobal bir xəstəlik statusu almaqdadır. Bütün ölkələrdə olduğu kimi bizdə də hər ailədə heç olmasa bir nəfərin qorxulu rüyasına çevrilib. Piylənmənin azyaşlılar arasında xüsusi yayılması daha da qorxuludur. Həkim-diyetoloq Ləman Süleymanovanın sözlərinə görə piylənmə sağlam genetikanın bir nömrəli düşmənidir. 10, 11, 12 yaş bax bu dövrlərdə piylənmədən əziyyət çəkənlərin sayı daha üstünlük təşkil edir və müraciət edən hər bir valideynin də sözü olur ki, Ləman xanım, uşaqlıqda çox yaxşı idi, bizim xoşumuza gəlirdi uşağın çəkisi, amma bu bizi narahat etmirdi və hətta say həkim pediatrı deyirdi ki, uşaq böyüdükcə düzələcək. 2 gün bundan öncə mənə müraciət edən pasiyent, qız uşağı 140 kiloqram və onun 13 yaşı təzə tamam olub. Müxtəlif üsullardan istifadə etmişdilər, müxtəlif dərman preparatlarından istifadə etmişdilər. Çox təəssüflər olsun ki, hətta uşaqda müəyyən hormonal pozuntulara səbəb olmuş və çəkisi 5 kiloqram azalıb, daha da artıq çəki yığıb və uşağın elə bir depression bir vəziyyətdə idi ki, təbii ki, mən əlimdən gələni göstərəcəm ki, bu körpəyə kömək ola. Əziz analar, diyetoloqun məsləhəti sizədir. Diqqətli olun. Övladınız sizin bətninizdə olarkən sağlam qidalanın. Çünki sizin hamilə vaxtı yeyəcəyiniz o qidalar körpənizin gələcək həyatına birbaşa təsir edəcək. Bəs nələri məsləhət görürsünüz? Pasiyent gəlir, ilk növbədə müraciət olandan sonra pasiyentlə birinci psixoloji söhbətlər aparılmalıdır. Müəyyən qan təhlilləri olunmalıdır, UZI müayinəsi keçirilir. Ümumiyyətlə, mən uşaqlara xüsusi pəhrizlər tərtib edirəm. Qətiyyən aclıq hiss etmirlər. Sevdiyi bütün yeməklər rasionda olur və ac qalmadan sağlam şəkildə arıqlayırlar ki, zehni zəif olmasın, həm də itirilən çəkisi oradan geri qayıtmır. Bugünkü mənim nəticəm gənc bir yeniyetmə qızdır ki, ilk dəfə müraciət edəndə həmin bu gözəl qızımızın gözlərində çox böyük bir kədər var idi. Valideyn də təbii ki, bunu mənə anlatdı, xüsusi və vurğuladı ki, uşağı həssasdır. Təbii ki, onun həm yaşıdlarından çəkisi ilə fərqlənir və dərslərini yaxşı oxumağına baxmayaraq ki, çəkisinin artıqlığı hətta uşağı dərslərdən də geri salırdı. Və mən təbii ki, yeniyetmə ilə biz danışdıq, söhbət elədik, müəyyən qan təhlilləri olundu, UZI müayinəsi olundu. Onun sevdiyi yeməkləri nəzərə aldım. Hətta əlavə getdiyi məşğələləri, dərs prosesinin qrafiki nəzərə aldım və bizim gözəl qızımız Nəzrin üçün xüsusi bir proqram tərtib elədim ki, Nəzrin artıq 2 aya çox gözəl nəticə əldə eləmişik. Nəzrinlə birlikdə 85 kiloqrama müraciət eləmişik. Nəzrin hal-hazırda 69 kiloqramdır, amma biz hələ davam eləyirik. Çünki mən Nəzrinə söz vermişəm ki, Nəzrini 49-50 kiloqrama qədər çatdıracağam. Amma Nəzrin hal-hazırda təbii ki, səbirlə bunu gözləyir və həmçinin Nəzrin ac qalmadan arıqlayır, sağlam şəkildə arıqlayır. 16 yaşlı gənc xanımın pəhrizlə aldığı nəticəyə nəinki özü, hətta biz də təəccübləndik.
85 kiloqram idim. İndi isə 2 ay müddətində 69 kiloqrama düşmüşəm. İndi incə olmaq, arıq olmaq hər birinin arzusudur. Və təbii ki, ona nail olmaq bir çətin bir işdir. Bir neçə xarici mütəxəssislərə müraciət etmişəm, dərmanlar içmişəm, özüm çalışmışam, heç alınmırdı. Və bu 2 ay ərzində mən elə çəkiyə düşmüşəm ki, axırıncı dəfə 6-cı, belə 7-ci sinifdə olmuşam. Çalışın sağlam gələcəyiniz üçün sağlam qidalanasınız. Sizdən neçə yaşınız var soruşsalar, ana bətnində olduğunuz 9 ayda yaşınızın üzərinə gəlib hesablayın. Bəli, çünki uşaq ana bətninə düşdüyü balaca bir toxumu olduğu gündən artıq yaşamağa başlayır. Yəni o artıq insan kimi formalaşmağa doğru irəliləyir. Əziz xanımlar, qadına görə verilişində 9 aylıq hamiləlik müddətini bir neçə həftələr ərzində hazırlayıb sujet şəklində sizə təqdim etdik. Bütün mərhələləri, çətinlikləri, başınıza gələ biləcək və necə qorunmalısınız kimi məsləhətlərimizi də verdik. Amma artıq son məqamdır. Yəni hamiləlik dövrü yaşayan xanımlarımız son günləri sayırsınız, çox həyəcanlısınız. Bəli, artıq körpəmiz dünyaya gəlir. Diqqətli olun və bu həyəcanlı anı da sizinlə bərabər yaşayaq. Biz hər zaman sizin yanınızdayıq. Körpənizi qucağınıza alacağınız, onun möhtəşəm cənnət qoxusunu hiss edəcəyiniz, körpə barmaqlarını tutacağınız günü bilirəm ki, səbirsizliklə gözləyirsiniz. Allah hər bir xanıma ana olmaq kimi gözəl bir nemət nəsib etsin və bizim körpəmiz artıq dünyaya gəlir. Şirin həyəcan, körpə üçün hazırlıq təlaşı, hamiləliyin sonuncu həftələrini yaşayan analar üçün doğma xatirələrdir. Həm onun gəlişini səbirsizliklə gözləyər, həm də son çətinliklərə sinə gərməyə çalışırıq. Geri sayım başladı. Son aylarda körpə artıq ətrafı tanıyır və onda xatirələr yaranır. Hamiləliyin son anları bir çox xanımlar üçün çətin keçir. Onurğaya edilən təzyiqlər bel ağrıları yaradır. Qadının nəfəs alması da çətinləşir. Çünki ağciyərlərə daha çox oksigen lazım olur. Hətta peşəkar həkimlər belə doğuş vaxtını tam dəqiq deyə bilməz. Yalnız körpələrin 5%-i həkimin təyin elədiyi vaxtda dünyaya gəlir. Qalanları isə təyin olunan vaxtdan 2 həftə tez yaxud gec doğula bilər. Müasir dövrümüzdə doğuşu müxtəlif cür həyata keçirmək olur. Suda doğuş hal-hazırda ən rahat metodlardan hesab olunur. Əgər ana və döldə hər hansı bir patologiya aşkar olunubsa, yaxud həyati təhlükə daşıyan risk ehtimalı varsa, keysəriyyə əməliyyatı ilə doğuş daha təhlükəsiz hesab olunur. Lakin bu doğuş növünün də mənfi cəhətləri var. Doğuşun birinci mərhələsində uşağın başı uşaqlığın aşağı hissəsində yerləşir və uşaqlıq boynuna təzyiq göstərir. 38 həftə əvvəl uşaqlıq boynundan nazik spermatozoid keçirdi. İndi isə uşaqlıq boynu 10 sm kimi açılmalıdır ki, uşağın başı rahat şəkildə keçə bilsin. Doğuş həm qadın, həm də uşaq üçün ağrılı olur. Göbəyə olan təzyiq oksigeni kəsə bilər. Körpəyə kömək üçün bədən daha çox adrenalin ifraz edir ki, ürək tez-tez döyünsün. Uşaqlıq boynu tam açıldıqda doğuşun ikinci mərhələsi başlayır. Uşağın hər təqəllüsü ilə uşaq daha da irəli getməyə çalışır və artıq körpənin başı görünür. Uşaq doğulur. Ana üçün 9 ay çox ağrılı və əziyyətli bir dönəm. Nəticədə ətrafı körpə səsi bürüyür. Dünyaya yeni bir can gəlir. Ağciyərlərə oksigen daxil olur. Körpə ilk dəfə nəfəs alır və ağlamağa başlayır. İndi həyati vacib orqanlar sərbəst işləyir. Artıq cift lazım deyil və doğuşun 3-cü mərhələsində cift uşağın ardınca bətindən azad olur. 9 ay bətində inkişaf edən körpə ana ilə görüşür. Bu görüşü hər bir qadın səbirsizliklə gözləyir. Gözlərin yaşarmaması mümkün deyil. Körpəsinin üzünü görən, nəfəsini duyan ana 9 ay boyunca keçirdiyi əziyyəti unudub, buna dəyərdi deyir. Hər il bütün dünya üzrə təqribən 130 milyon qadın hamiləlik və doğuş yaşayır.
Bu proseslərin tam öyrənilməsi baş verə biləcək riskli faktorları azaldır. Körpə indi sərbəst yaşayır. O artıq dünyanın bir üzvü, bir insanıdır. Yumurta hüceyrədən embriona, sonra dölə və nəhayət insana çevrildi. O həyat səyahətinə hələ indi başlayır. Amma bətnindəki 9 aylıq səyahətin sonuna gəldi və uğurla bitirdi. Hal-hazırda körpənin bütün orqanlara nəzarət edən beyni və sinir sistemi var. O nəfəs almağı, səsləri eşitməyi, yemək yeməyi, həzm etməyi, aclığını, yorğunluğunu, ağrısını, hətta məmnunluğunu belə bildirə bilər. İndi o dünyanı görməyə hazırdır. Əziz xanımlar, bundan sonra körpənizin saf gülüşü, xoş qığıltısı evinizi bürüyəcək. Ailəyə hüzur və sevinc gətirəcək. Arzu edirik ki, hər birinizə şirin övlad payı nəsib olsun. Dərindən nəfəs alın və ona həyatıma xoş gəldin deyin. Xanımların çoxlarının belə bir arzusu var. Kaş ki, bacarığım olardı, makyajımı özüm edərdim. Heç salona getməyə ehtiyacım olmazdı. Həm vaxtımı udmuş olardım, həm də puluma qənaət eləyərdim. Amma unutmayın, bu işin sirlərini öyrənmək üçün həm məharət, həm də bir balaca səbir lazımdır. Biraz bacarığınız olsa, biz sizə kömək eləyərik. İndi bu çox asandır. Üz quruluşuna görə fərqli vizaj etmək sirlərini bilmirsinizsə, bugündən etibarən qadına görə olaraq biz sizə yardımcı olacağıq. Elə makyaj dərsimizin də ilk qonağı vizaj işinin peşəkarı olan sevimli xanım Nigar İbrahimovadır. Xoş gördük. Hal-hazırda biz qadına görə verilişi üçün belə bir üz cizgilərinə rahat olan, belə bir üz cizgilərinə aid olan xanımlarımızda makyaj sirlərinin bəzi terminlərini öyrədəcəyik. İstəyir gənc xanımlar, istəyir orta yaşlı xanımlar göz altındakı çökəkdən, qara kölgədən əziyyət çəkirlər. Ona görə də belə bir yüngül göz altı üçün rəngi biraz kərpiç rəngindədir, amma heç bir qorxusu yoxdur, bu qalmır. Korrektordan istifadə edirik göz altı üçün, amma nəmləndirici tərkibli. 2 tonal kremdən istifadə edirik ki, xanımın üzündəki xırda sivilcə bağlansın. Tonal kremi bax bu almacıq sümüyünə, yuxarıya, qulağın bu hissəsinə uyğun şəkildə lifting effekti verərək vurulsun. Tonal kremimizdən götürüb biraz gözün üstünə keçirik. Onu niyə eləyirik ki, makyaj vurduğumuz zaman göz kölgəsi gözün üzərində yığılmasın. Əgər tonalimiz sivilcəni bağlamaq üçün qalın, biraz orta qalın tonal kremindən istifadə ediriksə, əsla kompakt pudradan istifadə eləməsin xanımlarımız ki, makyajları biraz ağırlaşmasın, natural effekt verməsi üçündür bu. Ona görə də görürsünüz, rəngsiz, şəffaf, anti-shine deyilən bir toz pudradan istifadə edirik. Və eyni şəkildə toz, göz altı üçün istifadə olunan pudradan istifadə edirik. Əgər çox aralı olarsa, ümumiyyətlə xanımın qaşı, burun nə qədər balaca olsa da, burun böyük görsənəcək üzə görə. Mən onu göstərmək istəyirəm. Ümumiyyətlə A, B, C-dir. Qaşı belə bölürlər. Yəni, burası A, burası B, burası C. Əgər qaşı biz yaratmışıqsa, özümüz, yəni istədiyimiz formaya gətirmişiksə, ondan ötürü mütləq fiksatorlu pudradan istifadə eləməlisən ki, həmin o qaş forması əl dəydikdə silinməsin. Baza tenindən istifadə edirik. Açıq kərpiç rəngində göz kölgəsindən istifadə edirik. Dağıtma effekti üçün, yəni ləkə-ləkə qalmasın deyə kərpiç rəngində və natural olivkov rəngində yenə göz kölgəsindən istifadə elədik. Gözün ön hissəsində kontrast əmələ gəlməsin deyə ət rəngi, mat tenindən istifadə elədik. Göz kölgəsini biraz dağıdaq altından. Keçirik kiprik bölümünə.
kipriklər bir qoyub bir götürmək lazımdır. Yəni arada məsafə olmalıdır. Medium deyilən bir kiprik növü var. Onu da künc hissələrinə istifadə edirik. Biraz daha həcmli olması üçün. İndi hal-hazırda keçirik qalıcı linerı. Çox zamanlar yəni künc hissədən başlayırlar. Mən tövsiyə eləmirəm. Gözün ön hissəsindən kipriklərin incə-incə, sadəcə dibindən nazik şəkildə vurursunuz. Əgər gördünüzsə sizə ehtiyacdır qalın eləmək, qalın eləyirsiniz. Yox, elə incə vəziyyətdə də saxlayırsınız. Əgər biz axşam makiyajı fikirləşiriksə, biraz bitmə olan hissəni uzadırıq. Highlighter da ona görə istifadə edilir ki, elə bir göz ətrafı işıq olsun deyə. Ümumiyyətlə bu hissələrdə incə, sədəfli parıltı olmalıdır. Axşam makiyajında əsasən də bunu biz tövsiyə eləyirik xanımlarımıza. Amma çox göz ətrafı qırışlı xanımlara mən bundan tövsiyə eləmirəm. Burnun bax bu. Haradakı problemli hissəsi var, o hissəyə çox az tünd rəngdə pudradan və yaxud da stikdən, tünd rəngdə tonal kremdən istifadə edirik. Aydınlatmaq üçün də bax burnun bu sümük hissəsindən çox az açıq rəngdə tonal kremdən istifadə edirik və yaxud da quru pudradan. Bütün iş bitdikdən sonra tuşdan niyə istifadə edirik? Biraz gözlərə istirahət vermək üçün. Sadəcə dodaq bölümü qalıbdır. Öz dodağının üzərindən çox incə bir həcm verirəm. Makiyajımızın sonu hal-hazırda tam bitmiş. Full makiyajdır bunun adı. Qarşıdan gələn 8 Mart Qadınlar Bayramı münasibətilə bütün gözəl xanımlarımızı təbrik eləyirəm. Hər zamanki kimi gözəl olsunlar, baxımlı olsunlar, özlərinin, dərilərinin qədrini bilsinlər. Mart ayı bayramlar ayıdır. Böyükdən kiçiyə hamı bu ayı çox sevir. Çünki insanlar sevincli və əhval-ruhiyyəli olur. Amma sevməyənlər də var. Artıq kilo almaqdan qorxanlar məhz bu ayı sevmirlər. Bilirsiniz niyə? Çünki adət-ənənəmizə uyğun olaraq dadlı, ləzzətli şirniyyatlar və yağlı yeməklər hazırlanır bu ayda. Belə gözəllikləri görüb qoxusunu alıb yeməmək, dadmamaq mümkün deyil. Və nəticədə artıq çəki alırıq. Əziz xanımlar, amma bizim dəstəkçimiz var. Pilates mütəxəssisi Günel yediyimiz yeməkdən aldığımız kalorini elə anındaca necə əritmək yollarını bizə öyrədəcək. Bax, bunu qaçırmaq olmaz. Əziz xanımlar, mən Günel Rəhimli, Pilates mütəxəssisi, yenə gəldim sizə növbəti məsləhətlərimi verməyə. Yeri gəlmişkən sizi qarşıdan gələn 8 Mart bayramı münasibəti ilə təbrik edirəm. Özümü də təbrik edirəm təbii ki. Və sosial şəbəkələrdən mənə ən çox edilən tələblər, verilən suallar, döş qəfəsini necə toplaya bilərik, döş qəfəsimizi necə şəkilləndirə bilərik, bugün bu barədə danışacağam. Döş qəfəsimizi toplamaq üçün bizə mütləq Pilates circle lazımdır və bunu hər bir idman əşyaları satılan mağazalardan əldə edə bilərik. Bu şəkildə otura bilərik. Nəfəs aldıq. Dirsəkləri çox bu şəkildə açmırıq, nə çox bu şəkildə bükmürük. Yüngül bir şəkildə bükdük, nəfəs aldıq, nəfəs verərkən döş qəfəsini hiss edirik təbii ki. Bu hərəkəti 50-100 arası təkrar edirik. Növbəti hərəkətimiz, qollarımızı bu şəkildə yuxarı qaldırırıq və yenə dirsəklərimizi hafif bükürük. Bu şəkildə estetik əməliyyat qədər nəticə almasaq da, amma çox gözəl bir nəticə ala bilirik. Bu şəkildə circle-ı yanımıza qoyuruq və bu hissələrimiz nəfəs aldıq, əlimizlə toxunaraq necə çalışdığını hiss edə bilirik. Həm qol əzələlərimiz çalışır, kənardan baxınca çox rahat, sadə görsənir, amma çox effektli hərəkətlər. Çox qısa göstərirəm.
Hətta çalışarkən əlimizlə toxunub necə çalışdığını hiss edə bilirik. Bir ay sonra şəklini çəkib fərqi hiss edə bilərsiniz. Doğumlardan sonra yaranan problemlərdə çox xanımın narahat edən bir problemdir bu. Bu pozisyonu aldıq. Onurqa üzərində dümdüz dururuq. Qollarımız çiyin bərabərliyində, çiyin genişliyində nəfəs aldıq. 10-15 dəfə təkrarlaya bilərik. Barmaq uclarımız qarşı-qarşıya nəfəs aldıq. Al nəfəs. Baş barmaqla işarət barmaqları bir-birinə yaxınlaşır. Bu hərəkət daha zor, diamond. Nəfəs aldıq, nəfəs verərkən həm qol selülitlərimiz üçün çox yararlı, həm döş qəfəsimizi şəkilləndirir. Yeni başlayan xanımlar, evimizdə topumuz varsa, ilk etaplarda bu hərəkətlərə topun üstündən başlamağımız daha məsləhətdir. Təkrar barmaq uclar bir-birinə qarşı. Təkrar diamond. Baş barmaqlarla işarət barmaqları bir-birinə yaxınlaşdırırıq. Bədəndəki titreşimi hiss edə bilirsiniz. Bugün də qollarımızı, döş qəfəsimizi necə şəkilləndirə bilərik? Bu haqda məlumat verdim sizə. Bugünlük bu qədər. Diqqətinizə görə təşəkkür. Nədənsə tamaşaçılar efir məkanında olan, gündəmdə olan tanınmış xanımlara ev işlərini görmək barədə biganə yanaşırlar. Düşünürlər ki, sənət xanımları heç bir ev işi görə bilmirlər. Yəni yemək bişirmək, paltar ütüləmək, evini səliqə-səhmana salmaq, bunların heç birini bacarmırlar. Amma yanlış düşünürsünüz. Bəzi xanımlarımız var ki, evinin hər işini görməklə yanaşı sənətdə də çox uğurludular. Məsələn, Zemfira. Xalq mahnılarının mahir ifaçısı olan Zema kimi tanıdığınız Zemfira İbrahimova evində çox gözəl ana, eyni zamanda gözəl xanımdır. Sənətində də çox böyük uğurlarla tanınır. Yəni səsi, ifası hər zaman onu sevən tamaşaçıları valeh edir. Və bugün qonaq rubrikamızda Zema bizim üçün əməlli başlı aş bişirdi. Plov deyirəm sizə. Handa bir xanım o plovu bişirə bilmir. Görmək istəyirsiniz? Buyurun rubrikamıza bax. Qadına görənin mətbəx rubrikasının bu dəfəki qonağı sosial şəbəkələrdə tez-tez ailə tablosu ilə gündəmə gələrək marağa və qınağa səbəb olan ifaçı Zemfira İbrahimovadır. Bişirəcəyi təamlar qədər dadlı-duzlu söhbətləri ilə də təəccüb yaradan xanım ifaçının ailə, sənət və mətbəx sirləri sizə də maraqlıdırsa, diqqətiniz bizdə olsun. Bugün bizə nə hazırlayacaqsan? Bugün sizə özümün ideyamda olan bir şey hazırlayacağım. İlk öncə bir salat hazırlayacağım. Qara zeytun, yaşıl bibər, qırmızı bibər, xiyar turşusu, qarğıdalı və toyuğun döş əti lazım olacaq bizə. Duz istiotda həmişəki olduğu qaydada. Onu da deyə bilərəm ki, qabaqdan çox gözəl bayramlarımız gəlir. Beynəlxalq Qadınlar Günü münasibətilə hamınızı təbrik edirəm, bütün xanımlarımızı və sonra inşallah ki, Novruz bayramımız, milli adət-ənənəmizə uyğun bayramımız da gəlir. Ona görə bu salat həm dietik baxımdan kalorisi çox olmayan bir salatdır. Əvvəllər pal-paltara çox pul xərcləmirdin. İndi necə? Valla, mənim üçün 20 manat köynək olsun, yəni onu da geyə bilərəm. 20 manatlı məsələn ayaqqabı olsun, onu da geyə bilərəm. Yəni belə şeylərə mən fikir vermirəm. Eşitmişik ki, yoldaşın çox qısqancdır. Bəs xarici ölkələrə toya, tədbirə gedirsən. Onda bir söz demir? Kim deyibsə səhv deyib. Elə bir şey yoxdur.
Qısqanmaq, yəni Gözəl xanımı kim qısqanmaz ki? Nə ilənsə bağlı gedə bilərəm, işimlə bağlı. Yəni bizdə normal haldır. Oo, kimləri görürük? Zeyn, keç. Bax, mənə bax, mənə bir dənə bax, mən sənə tapşırıq verim. Oturursan orada sakit baxırsan hamıya, yaxşı? 2 biber, biri qırmızı rəngdə, biri yaşıl rəngdə doğradıq. İndi keçirik xiyar turşusuna. Şansın olsaydı görünüşündə nəyi dəyişərdin? Dəyişmək olsaydı saçımı dəyişərdim. Qaynaqlardan canımız qutarardı. Deyirlər səni Instagram populyar elədi. Razısan bu fikirlə? Biraz populyar olmağımda Instagramın böyük rolu var. Bişirməyi deyəsən bacarırsan. Bəs yeməklə aran necədir? Belə dolmalar bişirilir, yarpaq yox, kələm dolması. Məsələn, onu yeyə bilmərəm. Mən onun ikisini yesəm mənim üçün dünya deməkdir. Amma səninlə bir məclisə düşən dost-tanışların deyir ki, yaman çox yeyənsən. Yox, tədbirdə indi yeyərlər də. Mən nəyə gedim? Getsən pul verirsən tədbirdə, oturursan stolda. Stolun pulunu verirsən. Bəs nə qarım, orada yeməyim. İbo, 8 martda anana nə hədiyyə edəcəksən? Diləkmişəm, amma deməyəcəm. Keçid alırıq toyuğun döş hissəsinə, bunu doğramırıq. Olubmu ki, qadınlar bayramında yoldaşın sənə heç nə almasın? Yox, indi bir dəfə qadınların bir bayramı var da, burada da hədiyyə vermədi da, o kişi nəyə lazımdır? Hər ailədə söz-söhbət olur. Çox vaxt qadınlar güzəştə gedib barışıq elan edir. Bəs sizin evdə necədir? Məndə günah olsa da, amma mən heç vaxt məsələn anara demərəm ki, məni bağışla. Hər zaman o söyləyə bilər. Öz ağız dadımıza uyğun duzlayacağam. Biraz əlavə eləyək istiot. Sonra deyirlər ki, müğənni yemək bişirə bilmir. Müğənni elə əsl xanım müğənnidir. Maşallah, özünə əməlli başlı ürək-dirək verirsən. Hal-hazırda gördüyünüz qarğıdalını əlavə eləyəcəm. Məncə 3 qaşıq bəs eləyər. Bəs ikinci yeməyin nə olacaq? 2 stəkan düyü, toyuq əti, döşəmə plov eləyəcəm. Düyü pişsin. Sonra dəmləyəcəyik aşımızı. Artıq düyümüz pişib və bunu biz dəmləməliyik. Ona görə çox qaynatmaq olmaz düyünü ki, çünki dəmdə də artıq o xaşıl kimi olmasın. Keçid alırıq toyuğumuza. Azərbaycanda show biznes adı altında əməllicə toy biznesi inkişaf edib. Sən də bu biznesdən bəhrələnirsən. Qazancın tək toydan gəlir. Bugünkü gündəmdə hər bir şey toya bağlı bir şeydir. Çünki toy olsa, məsələn, bazarda pomidor da satılacaq. Məsələn, necə deyim, cehizdə alınacaq. Necə deyim, salona da gediləcək, paltar da götürüləcək. Yəni bunlar hamısı bizdə cəmləşib toyun üzərində. Özünü görmək istədiyin yerdəsən? Şükür Allaha. Yəni istədiyim bir yerdəyəm, amma tam o istədiyimdə deyil də, yəni. Köməkçilərin yaman çoxdur. Bəs biz belə, biz qaynayıb qarışan ailələrdənik də, biz böyük ailəyik. Uşaqlarına istədiyin kimi vaxt ayıra bilirsən? Uşaqları dərsə də özüm aparıram, gətirirəm. Vaxtım olduğu dərəcədə özüm yeməkləri ilə məşğul oluram, amma belə çox şükür ki, Allah canını sağ eləsin, anam var. Mənim gözəl balalarım. Bax, papam. Gördün? Aşımız hazırdır. Mama çəkəcək tələsmə. Dəmlənib, döşəməli plovumuz artıq hazırdır. I see your skin turn red. Ella kadar kıymet bilmiyor sen. Senin kadar kimse sevmiyor annem. Həmişə evinizdə, ailənizdə bu gözəl tiyamlardan hazırlayın övladlarınıza, ailənizə. Amma eyni zamanda da baxımlı olun, sevib sevin hər zaman. Bu da bizim dilli dilavər Zenfiranın əl işi. Dilinə görə də dilçəyi var imiş. Nuş olsun.
Araşdırmalara görə xanımlar geyim üslubu, saç düzümü, saç rəngi, hətta vizaj qaydasına görə fərqli xüsusiyyətlərə malikdirlər. Yəni hər bir xanımın öz tərzi, öz üslubu var. Amma elə xanımlar da var ki, illərlə eyni üslubda qalırlar. Məsələn, idman üslubunu daha çox sevirlər və yaxud da klassik tərzi. Bugün modelyer Güneldən 5 dəyərli məsləhət alacağıq. İdman üslubunu sevən xanımlar üçün diqqətli olun. Baxın görün nələri səhv edirsiniz. Modelyer Günel idman üslubunda olan geyimlə gəzintiyə çıxmağın 5 qızıl qaydasını açıqlayacaq. Qayda 1. İdman geyimi seçəndə mütləq materiala fikir verməliyik. Çünki materiallar təbii olmalıdır ki, bədəndə heç bir tərlədikdə, gəzməyə getdikdə, çox məsafə gəzəndə bədən tərlədikdən sonra bizi narahat etməsin. Qayda 2. İdman geyimimiz mütləq rahat olmalıdır. Yəni ayaqqabılarımız rahat olmalıdır. Geyindiyimiz ayaqqabılar gözəlliklə yanaşı mütləq rahat olmalıdır ki, biz gəzməyə çıxdıqda və ya idmana getdikdə biz yorulmayaq. Qayda 3. Həm dəbli görünmək istəyiriksə, biz idman etdikdə və ya gəzintiyə çıxdıqda mütləq rənglərə fikir verməliyik və mütləq deyil ki, ayaqqabımızın rəngi, geyimimizin rəngi hamısı eyni rəngdə olsun. Bir-birini tamamlayan rənglər olmalıdır və rənglərin əlvandırsa, çox əlvan 5-6 rəngi qarışdırmamalıyıq. Ən maksimum 3 rəng ola bilər geyimimizdə. Çünki idman geyimi də idman belə olsa, yenə gözəlliyi nəzərə almalıyıq. Qayda 4. Və dördüncü qayda, idman geyimində heç vaxt xanımların ən çox buraxdıqları səhvlərdən biri saçları, üzləri, makyajları falan çox hədsiz dərəcədə abartılı olmalıdır. Yəni çox üzdə makyaj olmamalıdır idman üslubunda geyinmişiksə, gəzməyə gediriksə və ya qaşlı geyimlər geyinməməlidir xanımlar. Məsələn, bəzən xanımlar idman üslubunda geyim geyinirlər və qaşlı ayaqqabılar geyinirlər və ya hündürdaban ayaqqabılar geyinirlər. Qətiyyən belə bir səhvlər etməməliyik. Çünki ümumiyyətlə belə geyimlərdə qaş istifadə edilməməlidir. Hətta hansısa bir kolleksiyadırsa, qaşlı idman üslubunda geyimdirsə, çalışmalıyıq başqa aksesuarlarımız çox sadə olsun ki, o geyimi tamamlasın. Ümumiyyətlə çanta idman üslubunda olan geyimlərin çantası da bizim çantalardan daha fərqli olur. Yəni daha çox gündəliyə uyğun, sadə, sport üslubunda olan çantalar olmalıdır. Ayaqqabılar da həmçinin. Free up yourself, get out of control. Qayda 5. 5-ci qayda, biz bilməliyik ki, idman etdikdə geyindiyimiz idman geyiminin və ya gəzməyə getdikdə geyindiyimiz idman geyiminin ikisinin çox böyük fərqi var. Yəni idman etməyə getdikdə olan geyimin birinci qaydası rahatçılığı nəzərə almalıyıq ki, biz hərəkətləri rahat edə bilək. Gəzmək üçün getdiyimiz geyimdə isə həm rahatlıq, həm gözəlliyi nəzərə almalıyıq və bunun üçün biz alış-veriş etdikdə belə geyimlərin nəzərə almalıyıq ki, idman üçün alırıq bu geyimi, yoxsa gəzmək üçün alırıq. Dəyərli məsləhətlərimizdən yararlanmaq üçün bu rubrikamızı mütləq izləyin. Baxdıqca baxılan ATV kanalında qadına görə kollektivinə ayrılmış vaxt sona çatdı. Bu o deməkdir ki, biz bugünlük işimizi bitirdik. Yeni həftənin bugünkü günündə, eyni vaxtda, eyni məkanda, qismət olsa yenə də görüşünüzə gələcəyik və hər zamanki kimi söz veririk ki, yenə də əli dolu qarşınıza çıxacağıq əziz xanımlar. Sonda isə təbrikim olacaq. Təbii ki, bir neçə gün sonra bütün dünyada qeyd olunacaq Beynəlxalq Qadınlar Günü ilə bağlı. Bu bayram münasibətilə bütün xanımları, qızları, gəlinləri, anaları təbrik edirik.
can sağlığı, uzun ömür arzu edirik sizə. Biz xanım verilişi olaraq hər zaman sizin qayğınızda, sizin qulluğunuzdayıq. Sizin üçün çalışırıq. Amma cevizimizi unutmamaq şərti ilə hər birimiz özümüzə dəyər verib sevməliyik ki, ətrafdakılar da bizə dəyər verib sevsinlər. Bayramın mübarək olsun Azərbaycan xanımı.